Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Amma ba'd. Ən birinci, Allahın bütün nemətlərinə çoxlu şükürlər olsun. Bizə verdiyi bütün nemətlərə görə Allaha çoxlu şükürlər olsun. Və ən böyük nemət İslamdır, ən böyük nemət hidayətdir, ən böyük nemət əmin-amanlıqdır. Və Allah Subhanahu taala bu nemətləri bizə verib, ona çoxlu şükürlər olsun. Və həmçinin, sevgili qardaşlar, insan var ki, özün bəyanır, özündən razıdır. Və insan bilməlidir ki, özü, nə vaxt insan nəfsi, yəni özü yaxşı olur. Yəni, insan özünə tərif yağdırmalı deyil. Yəni, bax, tərif Allaha aiddir. Bir də ki, insan nə vaxt yaxşı bir insan, Allah qatında xeyirli bir insan olmağı əlamətlər var. Və onları istəyirəm ki, xatırlayayım, həm özüm üçün, həm də sizin üçün faydalı olsun. Və Allah Subhanahu taala buyurur ki, "Qad aflaha men zakkaha və qad xaba men dassaha." Günahdan təmizlənən insan artıq nədir? Nicat tapmışdır, qurtulmuşdur və və qad xaba men dassaha. Deməli, öz nəfsini yəni, kirlətən insan xəsarətə uğramışdır, ziyana uğramışdır. Və bu ayət elə kifayət edir. Deməli, insan nəfsin, yəni nəfs deyəndə insanın özü, yəni buna aiddir. Yəni, əgərləri yaxşı yolla gedirsə, düz yolla gedirsə, deməli, o yaxşı insandır. Və əgərləri pis yolla gedirsə, kirləndirirsə öz nəfsin, niyyətin, artıq nədir? O, yəni, ziyana uğramış, xəsarətə getmiş insanlardandır. Nəfs, şərəfli nəfs var. Yəni, insan nəfsi, yəni, insan özü şərəflidir. Yəni, o şərəflidir ki, o xeyir işlər görür, ona xeyir gəlir. Məsələn, ən gözəl əməllər edir, həmişə ondan yaxşı şeylər umulur, gözlənilir. Və bir də var ki, rəzil nəfs. Yəni, o ancaq çirkin işlər, pis işlər görər. Və ona görə də insan baxmalıdır ki, sənin hansılarda, sənin nəfsin nə əmr edir, nə deyir. Və əlbəttə ki, insan bu dünyada nədir? İki şey arasındadır. Biri nədir? Özünü təmizlə çıxaran, yəni hansı təmizlə çıxaran, insan deyir, mən tərtəmizəm, yəni mənə kimi düzgün adam yoxdur. Belə şeylər yoxdur, yəni onunla sayılmır. Onun adamın dediyi, etdiyi əməllər və onun yəni, içərisindən keçən şeylər ki, var ki, onu zahirdə göstərir, o adamdır. Yəni, özünü tərifləməklə deyil. Və ona görə də bunların ikisinin arasındadır insan. Ya həqiqətən də şərəfli nəfsdir, yaxşı işlər görür, xeyir işlər görür, ya da ki, rəzil nəfsdir. Və insan nəfsi nədir? Günahlardan təmizləyir və insan nəfsin eyiblərdən təmizləyir və insan nəfsin Allaha itayətdə keçirir, yaxşı işlər görür, yəni faydalı elm, faydalı salih əməllər görür. Və ona görə də nədir? İnsan nəfsi buna baxmaq lazım ki, necədir? Və orada bəzi əlamətlər var. Birincisi, insan özün təmizə çıxarmaq yox, baxmalıdır görə o təvhid əhlidirsə. Nə üçün? Yəni, insan üstün nəfsə o vaxt malik olur ki, insan yəni, ona düzgün olur ki, onda nədir? Təvhid var. Təvhid əsasıdır hər bir şeyin. Çünki Allah Subhanahu taala buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları özümə ibadət etmək üçün yaratmışam. Deməli, sənin yaradılışın nəyə görədir? Allaha ibadət üçündür. Və sən Allah Taalanı tək tutmalısan və onun əmrlərini yerinə yetirməlisən. Və onda sən nə olur? Deməli, ucalmış nəfs olursan, insan olursan, ucalmış bir insan olursan. Və həmçinin başqa bir ayətdə buyurur ki, Allah Subhanahu taala وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Biz hər ümmətə Peyğəmbər göndərdik ki, yalnız Allaha ibadət eləsinlər və nədir? Tağutdan çəkinsinlər. Yəni, insan deməli, təvhidlə ucalır. Və əsas, yəni, yaradılışın məqsədini bilməlisən.
Və bəzi insanlar o ancaq elə bilir ki, yaradılıb bu yeyib-içib yaşamaq üçün. Buna görə gəlmişik. Cənnət də bu dünyadadır, cəhənnəm də bu dünyadadır. Bu düzgün deyil. Yəni qayəni bilməlisən. Və insan deməli təvhid, yəni Allah Subhanahu taalanın ibadəti, təvhid nədir? Allah'a ibadət, Allah'ı tanımaq, onun əmrlərini yerinə yetirmək. Və gördüyünüz kimi deyir ki, mən insanları və cinləri mənə ibadət etmək üçün yaratmışam. Və həmçinin Allah Subhanahu taala buyurur ki: "Və ma arsalna min qablika min rasulin illa nuhi ilayhi innehu la ilaha illa ana fa'budun." Və səni peyğəmbərlər göndərdik, səndən qabaq da peyğəmbərlər göndərdik ki, sənə də onlara vəhy etdik ki, yəni Allah'tan başqa ibadətə layiq olan bir məbud yoxdur və mənə ibadət edin deyə, yəni Allah'a ibadət edin deyərək nədir? Çağırırdı. Və hər bir gördüyünüz kimi bütün peyğəmbərlər hamısı Allah Subhanahu taala'ya çağırırdı. Yəni insanları yaradan Allah onları nəyə çağırırdı? Təvhidə çağırırdı. Və həmçinin bilirsiniz ki, insan deməli hər bir şeyin zəkatı var da. Məsələn, zəkat nədir? Zəkat təmizlənmək, paklanmaqdır. Yəni öz nəfsi, özünü təmizə çıxardırsan. Nə ilə təmizə çıxardırsan? Bayaq dediyim sözlərlə xeyr. Özünü təmizə çıxardırsan təvhidlə. Yəni sənin yaradılışın zəkatı, yəni təzkiyə nədir? Təvhiddir. Məsələn, odur. Malın zəkatı qiymətdir. Məsələn, qoyundan zəkat çıxarmalısansa haqqı, yəni malını təmizləmək üçün, bərəkətini artırmaq üçün nədir? Zəkat çıxardırsan. Elmin zəkatı nədir? Onu çatdırmalısan başqalarına, təbliğ eləməlisən. Bunun da zəkatı var və həmçinin insanın da nədir? Nəfsinin təmizə çıxarılmasının nədir? Əsası təvhiddir. Və həmçinin Allah Subhanahu taala buyurur ki: "Ellezina la yu'tuna zekate ve hum bil ahireti. Ellezina la yu'tuna zekate ve hum bil ahireti ve hum kafirun." Əvvəlcə ayətdə dedi ki: "Və vəylül müşrikin." O müşriklərin halına vay olsun ki, onlar zəkat vermirlər və onlar axirətə inanmırlar. Və bu ayətdə hamısı təfsirçilər deyir ki, zəkat odur, nədir? Təvhiddir. Yəni onlar müşriklər nəyə zəkatını çıxarmırlar? Allaha şirk qoşurlar. Əslində qalsa Allah təala ona ibadət etmək üçün onları yaratmışdı və onlar Allaha ibadət eləməliydilər və ona görə də nədir? Özlərini təmizə çıxarmalıydilər. Yəni düzgün, yaradılışı düzgün eləməliydilər. Əlbəttə ki, bu əsaslardan birisidir. Deməli, insan öz nəfsini təmizə çıxartmaq üçün. Və həmçinin kim təvhidlə özün təmizə çıxarmazsa, artıq nədir? Allah təala ona nədir? Şiddətli əzab nədir? Vəd elədi. Ona görə də çox ehtiyatlı olmaq lazımdır. Həmçinin وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim küfr eləyərsə, onun əməlləri nədir? Artıq boşa çıxmışdır. Və axirətdə də xəsarətə uğrayanlardır. وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَإِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Deyir ki, sənə və səndən öncəkilərə də Allah Taala vəhy elədi ki, əgər şirk qoşsan və əməllərin hamısı nədir? Puça çıxar və axirətdə xəsarətə uğrayanlardan olarsan. Artıq görürsən ki, insan deməli, özünü təmizə çıxarmaq üçün birinci bunu etməlidir. Yəni, Allah Taala səni niyə yaradıb? Yəni, sən onu yerinə yetirməlisən ki, nəfsü nədir? Təmizə çıxarasan, özünü təmizə çıxardasan. Və nədir? Sən özünü deməklə deyil ki, mənim ürəyim təmizdir. Mən, məsələn, ibadət edən, namaz qılanlardan nədir? Daha üstünə düzəm. Bunlar səni heç yerə təmizə çıxarmır. Və ona görə də çalışmaq lazımdır ki, sən də nə edəsən? Özünü təmizə çıxardasan və həmçinin Allah Subhanahu taala təvhid kəlməsini, la ilahə illallah kəlməsini ağaca bənzətdi. Yəni o ayəti bilirsiniz ki, yəni o əsli möhkəm olan, yəni la ilahə illallahla olan ağacın nədir? Budaqları göyə ucalar. Yəni ki, daha üstün olar. Ona görə də sən də təvhid kəlməsində möhkəm olmalısan. Və həmçinin dua nədir? İnsanın özünü təmizə çıxarması üçün
yəni Allah qatında nələrdəndir? Açarlardan birisidir. Əsas məsələlərdən birisidir ki, insan nədir? Allaha dua ilə yaxınlaşır. Bilirsiniz ki, Allah Subhanahu taala Quranda buyurur ki: "Vələulə fadlullah aleykum və rəhmətuhu ləttəbə'tumuş şeytana illə qalila." Allah Subhanahu taalanın sizə lütfü, rəhməti olmasaydı, çoxunuz şeytana uyardı. Və Allah Taala'nın lütfüdür ki, Allah Subhanahu taala sənə dua etməyi nəsib edir və sən o dua ilə Allaha yaxınlaşırsan və doğru yola yönəlirsən və həmçinin insanlar nədir? Dua odur ki, Allahdan istəyirsən. Yəni özün fikirlər. Kimdənsə girib nəsə istəməyi görsən, adam istəmir, özünə sığışdırmır. Amma Allah Subhanahu taala'dan nədir? İstəməlisən. Bu əslində nədir? Sənin üzərinə düşən bir şeydir. Dua özü ibadətdir, özü ibadət sayılır. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim Allahdan istəməzsə, Allah ona qəzəblənər. Və sizin ən aciziniz duada aciz olandır. Və həmçinin Rasulullah sallallahu aleyhi və səlləm özü dua eləyərdi ki, ey qəlbləri çevirən mənim qəlbimi dinində sabit elə. Və Rasulullah sallallahu aleyhi və səlləm onunla nə eləyir? Çoxlu dua eləyərdi. Və həmçinin Allah Taala da buyurur ki, وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ الدَّعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Yəni, əgər qullarım məni səndən soruşsa, mən onlara çox yaxınam. Hər bir dua eləyənin duasını qəbul edirəm. Ona görə onlar mənə nə etsinlər, nə etməlidirlər? Mənə tərəf yönəlməlidirlər və mənə dua eləməlidirlər. Yəni, iman gətirməlidirlər ki, onlar doğru yolda olsunlar. Və bunlar doğru yoldadırlar. Və həmçinin deməli Allah qatında ən üstün şey nədir? Duadır. Yəni, ən üstün şey dua etmək. İnsan Allah Subhanahu taala'dan istəyir. Yəni ki, hər bir şeyi Allahdan istəyirsən, Allaha yaxınlaşırsan. Və həmçinin Quran-ı Kərim, bilirsiniz ki, Quran özü Allah Subhanahu taala insanları bu Quranla, amma onu əzbər etməklə, onu əməl etməklə qaldırır və kimləri isə aşağı eləyir, yəni ki, zəlil edir. Ona görə də bu Quran-ı Kərimdən də möhkəm tutmaq lazımdır və onu oxumaq və onu öyrənmək, onu başa düşmək. Əgər kim Quranı əzbərləməklə Quran əhlidirsə, o Quran əhli deyil. Yəni, bunu yadda saxlamaq lazım. Bəzilər ola bilir ki, deyir, mən Quran oxuyuram, Quran əhliyəm və yaxud da Quran əzbərləmişəm, mən Quran əhliyəm. Düzdür, o savabdır, amma ki, mütləq şəkildə onun mənasını bilməlisən. Bugünləri deyir, sələflərdən nətər deyir, bugün deyir, Quranı əzbərləmək, Qurana əməl eləməyi sayırlar. Hələ onlar o vaxtı deyirlər. Yəni, Quranı əzbərləyibsə, deməli, bu əməlləmiş sayılır. Amma hələ deyil. Və ona görə də bugünlər görürsünüz ki, Quran ölüyə oxunur. Nə üçün? Axı, bu ölü bunu əməlləyə bilmir axı. Onun vaxtı var idi. Vaxtında oxumaq, vaxtında öyrənmək lazımdır ki, sən nədir? Özünü təmizə çıxardasan. Yəni, öz nəfsini xilas eləyəsən. Və Allah Taala səndən razı qalsın. Və həmçinin Quranda Allah Subhanahu taala buyurur ki, bu Quran deyir, doğru yolu göstərir. Həqiqətən də. Yəni, insanlara doğru yol göstərir. Və sənə xeyr qapılarını göstərir hamısı. Və həmçinin bu Quranın haqqında deyir ki, bu Quranı oxuyarkən nədir? Fikirləşin. Yəni, başa düşün, nə nazil olubsa sizə. Və həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin nümunə götürmək. Və Rasulullah sallallahu aleyhi və səlləm bilirsiniz ki, Allah Subhanahu taala buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Allah Subhanahu taala bu ayətdə də buyurur ki, Allah oxuyursunuz bunu, həmişə həqiqətən də Peyğəmbərdə sizin üçün bir nədir? Nümunə vardır. O, yəni əxlaqı hər bir şey sizin üçün nümunədir. Və Rasulullah sallallahu aleyhi və səlləm haqqında möminlərin anası Ayşə radiyallahu anhadan soruşanda deyər, onun əxlaqı deyildi, Qurandır. Və Quranla sən nədir? Özünü təmizə çıxartırsan. Nə üçün? Nətərdir Quranla özünü təmizə çıxartırsan? Allahın kəlamını oxuyursan və yerinə yetirirsən, əməl edirsən, haramından çəkilirsən. Haram eləyirdi ki, mən yaxşı insanım. Düzdəmir axı. Və yaxud da Allahın Quranın deyir, hələ belə kim gəldi yazıb, deyir, ancaq ki, mən düz adamam. Bunlar düzgün deyil. Yəni, sən heç yerə qaçmayacaqsan, qaça bilməyəcəksən, Allah qarşısında cavab verəcəksən. Yəni, özünü təmizə bu cür çıxarma və sən özünü bax, bunlarla təmizə çıxarmalısan. Və həmçinin, deməli,
Resulullah sallallahu aleyhi və səlləm nədir? İmam idi. Yəni, möminlərə. Yəni, onlar dua eləyəndə deyilər ki, və bizi müttəqilərə imam elə. Yəni, bu ayetin təfsirində, yəni, sən gərək elm əhli olasan, sən gərək iman əhli olasan, sən əməl salihi insan olasan, və Allah subhanahu ta'ala sən layiq görsün. Və ona görə də həm də çalışmaq lazımdır ki, Resulullah sallallahu aleyhi və səlləmə müxalif olmayasan. Və Resulullah sallallahu aleyhi və səlləm buyurdu ki, kim bizim bu əməlimizə müxalif olarsa, ondan qəbul olmaz və bu rədd olunur. Ona görə də çalışmaq lazım ki, hər bir şeydə Resulullah sallallahu aleyhi və səlləmdən nümunə götürəsən. Və həmçinin insan gərək nəfsin yaxşı şeyləri götürsün və pis şeylərin pis sifətləri özündən uzaqlaşdırsın. Yoxsa o insan onları etməsə qəlbi qaralar. Necə ki, ayətdə deyir, hədisdə Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, insan günah eləyəndə qəlbinə bir qara nöqtə düşər. Əgər tövbə eləyəsə olar silinər, tövbə eləməzsə o daha çox olar, qəlbi bağlayar. Yəni sən də çalışmalısan ki, yəni o hansılar ki, şübhələr gəlir, hansılar ki, sənə günahlar eləyirsən, onlardan təmizlənmək lazımdır. Öz nəfsini təmizləyəsən dedik. Və onda ona eləməsən, onda qəlbin qaralıb, tamamilə bağlana bilər. Ona görə də çox məsələdə diqqətli olmaq lazımdır. Onlardan birisi yenə də həmçinin pis yolları hamısını nə eləməlisən, bağlamalısan. Hansılar ki, sən məsələn o qapılar pis yola aparır. O əməllər, o çətin, problemli şeylər ki var, onlar səni pis yerə aparır. Və onlar nədir? Evdə məsələn qapı, pəncərə nəyə görədir? Bağlayırsan ki, evə zərər girməsin, toz girməsin, iy girməsin, ondan sonra zərərli həşərat girməsin, bağlayırsan. Və həmçinin insan qəlbi də. Yəni o cür şər, o cür bidət, o cür küfür, o cür yalan, onlardan nə etməlisən? Təmizlənməlisən. Özünü qorumalısan həmçinin. Və nətər ki, bu günləri ən təhlükəli pəncərədən ibarətdələr. Nədir? Bu telefonlardır, internetdir, belə şeylərdən çox ehtiyatlı olmaq. Çünki orada çox azdırıcı, çox insanın şəhvəti aparan, şübhələri aparan şeylər çoxdur. İnsan hazır o qapıları bağlamaq lazımdır. Həmçinin uşaqlarda. Hətta bu yaxınlarda görürsən, o Kitayda deyir ki, məsələn, bu süni intellekt yoxdur. O yaxşı şeylər də çoxdur, ya fəsadlara da çox aparır. Hətta deyir, qanunları tənzimləmək lazımdır bunlara görə. Görürsən, hazırlaşırlar ona ki, yəni o fəsadlı şeylərə də çox aparır. Yəni hər bir şey, insan özünə də təsir edir cəmiyyətə və yaxud da başqa şeylər. Ona görə də ehtiyatlı olmaq lazımdır və nədir, sənə zərər verən, səni azdıran şeylərdən özünü qoruyub saxlamalısan, o qapıları bağlamalısan, xeyr olan qapıları açmalısan. Həmçinin ölümü tez-tez yada salmaq. Ölümü tez-tez yada salmaq sənə nədir, haramlardan çəkindirir, yəni rəzil əməllərdən çəkindirir. Çünki Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, hər bir ləzzətləri parça-parça edən ölümü tez-tez yada salın. Yəni, tez-tez yada salmaq insanı yaxşı əməllərə sövq edir. Yaxşı insan olmağa, yəni kamil insan olmağa insanı yola aparır. Necə ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, hədisdə bu dünyada elə bil ki, bir qonaqsan, elə üzvü hissələr və yaxud da yol keçənsən. Bu dünya belədir həqiqətən. Baxsan, görsən, oturursan 60 il, 70 il yaşayan birisindən 60 il nə tərk keçir, deyir, heç bilmədim nə tərk keçirsən. Ömür hələ çox qısadır. Sən hələ gəlməsin ki, uzundur və yaxud da sən bir 300 il, 500 il yaşayacaqsan. Hələ deyil. Çox gəlib keçir. Hələ bizdən az saatla yaşayanlar var, dəqiqə yaşayanlar var, canlılar var bu dünyada. Günlə yaşayan var, ayla yaşayan var. Yəni, onların da öz aləmləri var. Sən hələ bilmək ki, sən dəhşət şeysən, çox yaxşı var. Yəni, ona görə də ehtiyatlı olmaq lazımdır və ölümü tez-tez xatırlamaq lazımdır ki, nədir, sən faydalanasan, necə ki, Sahabə radiyallahu anh deyir ki, əgər deyir, axşamladın səhəri gözləmə, səhər oldu, axşamı gözləmə. Yəni, bilmirsən ki, bugün sən axşama kimi sağ çıxacaqsan və yaxud da yəni, sən axşama sağ çatacaqsan və səhərə sağ çatacaqsan, Allah bilir, ona görə də nə etməlisən? Və mə tədri nəfsun mədə təqsibu qədə və mə tədri nəfsun bi-əyyi ardın təmum. Heç bir nəfs bilmir ki, sabah nə olacaq və harada öləcəyini də bilmir. Ona görə də ehtiyatlı olmaq lazımdır, yəni ölümü həmişə xatırlamaq lazımdır və həmçinin
Deyir ki, mən bir dəfə elə bildim ki, özümü təsəvvür elədim ki, mən cənnətə girmişəm. Cənnətdə hər bir şey var. Onun nemətləri, hər bir şeydə. Və sonra deyir, özümü cəhənnəmdə hiss elədim. Gördüm, oranın dəhşəti var. Sonra fikirləşdim ki, buradan çıxmaq üçün nə etmək lazımdır? Əməl eləmək lazımdır. Və dedim, hələ sən bu dünyadasan da, onlar sələflər bu cür özləri imtahan edərdilər. Yəni, bu dünyadasan, nə qədər fürsət, sonra orada peşman olacaq, ayıta bilməyəcəksən. Yəni, onlar özlərini o cür idarə edirlər, o cür özlərini nə edirlər? Çalışırdılar ki, yəni, başa düşsünlər və təmizə çıxsınlar. Və həmçinin başqa bir sələfdən deyir ki, sənin yerinə kim oruç tutacaq, sənin yerinə kim namaz qılacaq. Ona görə nə qədər ki, fürsətdir, bunları etməlisən ki, yaxşı olsun sənin üçün. Və həmçinin özünə yaxşı dostlar tutmalısan. Sənə təsir edəsin ki, sən düz yolda, doğru yolda olasan və nəfsin təmiz olsun, nəfsini təmizləyənlərdən olasan. Və ona görə də Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kişi öz dostunun dinindədir. Kişi öz dostunun dinindədir. Yəni, kimi özünə dost tutursa, ona baxsın. Bu günləri, bax, bu məsələlər çox ciddi məsələlərdir. Görürsən, insanın azmasına səbəb olur. Və həmçinin Həsən Basri deyir ki, yəni, mömin o kəsdir ki, yəni, hər kəslə dostluq eləyə bilməz. Yəni, hər kəs özünə yaxın buraxmamalıdır. Yəni, bu mömində bu sifət ola bilməz. Yəni, pislə də, hər bir adamla da, yəni, yaxınlıq eləsin, dostluq eləsin. Yox, bu, yəni, sənə də dəvət edə bilər, sən də gedə bilərsən, sən də ona qoşula bilərsən. Və ona görə də ki, bu Rəsulullah sallallahu aleyhi ve sellem hədisində də gördüyünüz kimi, iki dostun dinədir. Mütləq şəkildə təsir edir sənə. Mütləq yaxşılıqsa yaxşılığa, pissə pisliyə. Ona görə də ehtiyatlı olmaq lazımdır. Və həmçinin Rəsulullah sallallahu aleyhi ve sellem hədisini bilirsiniz ki, hədis şərifdə hansını buyurdu? Rəsulullah sallallahu aleyhi ve sellem dedi ki, o ətir satanla, o dəmirçinin yanında oturanla, bunu bilirsiniz. Bu hədisi görürsünüz ki, ətir satandan həmişə yaxşı, xoş iyi gələr. O birisindən həmişə pis iyi və yaxud da paltarı yanar, zərər görər. İnsan da elədir. Yəni, dostu əllər zərər verirsə, yəni pissə, ona həmişə zərər verir, xeyir gətirməz. Və həmçinin insan şiddətli şəkildə çəkindirməlidir ki, bayaq dediyim kimi, yəni özün, mən dəhşət bir şeyəm, özündən razı qalmağı və yaxud da özün doğru yolda olan görməyi və başqalarından üstün görməyi iddia eləməməlidir. İddia eləməsin ki, mən bayaq dedim, çoxdur belə insanlar. Deyirəm, mən cənnətə gedəcəm, mən doğru yoldayam, din boş şeydir, mənlə gələk düz olasam, vicdanım təmiz olsun. Yəni, bu mümkün olan şeydir. Elə bir şey yoxdur ki, insan, ola bilər bir şey eləsin, amma yüzlərlə şeyi tərsini eləyir, zərərli eləyir, haram eləyir. Yəni, ona görə də bundan qaçınmaq lazımdır. Nətər ki, وَالَّذِينَ يُؤْتُونَ مَا أَتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ. Bu ayəti deyir ki, onlar Allah Taala'nın verdiklərindən verərlər və onların qəlbləri nədir? Qorxusundan titrəyər ki, onlar Allaha tərəf qayıdacaqlar. Ayşə anamız Rasulullah sallallahu aleyhi ve sellem'dən soruşdu ki, ya Rasulullah, onlar deyir, oğurluq eləyib, şərab içənlərdir, içki içənlərdir. Deyir, yox, onlar deyir, oruç tutub, namaz qılanlardır və onlar nə edirlər? Allahdan qorxarlar ki, Allah onlardan qəbul etməsin. Və sən nətər olur ki, onlar elə xeyr iş görürlər və xeyr əməl edirlər, amma onunla bərabər qorxurlar. Amma sən heç bir işdə görmürsən, əksinə Allaha qarşı gedirsən, üsyan edirsən, hətta deyirsən ki, mən yaxşı insanam, yəni özünü tərifləyirsən, özünü heç vaxt tərifləmə. Və yəni, onu bil ki, yəni sən peşman ola bilərsən buna görə. Və həmçinin İbrahim əleyhissalamla İsmail əleyhissalam bilirsiniz ki, Kəbəni tikəndə və dua edilər ki, Allahım bizdən bunu qəbul elə. Yəni, Allahın əmrin, yəni Allahın evin tikirlər və ikisi də Peyğəmbər, bu cür insanlar yaxşı iş görürlər, amma yenə də Allah subhanahu taala dua edirlər ki, Allah Taala bunu qəbul etsin bunlardan və həmçinin Şeyx İbn Baz rahmetullah aleyhi dərsində bu ayət haqqında danışanda uzun müddət ağladı deyir. Dedi ki, yəni Allahın Rəsulu, ikisi də Peyğəmbər, İbrahim əleyhissalamda, İsmail əleyhissalamda və həmçinin Allahın əmrin, yəni Allahın evin tikirlər və onunla bərabər yenə də nə deyirlər? Allahdan nədir? Bağışlanmaq istəyirlər, Allahdan qəbul olmalarını istəyirlər. Və ona görə də biz də çalışmalıyıq ki, bu əməllərimizin hamısını yaxşı eləyək ki,
yəni özümüzün dediyinə yox, gözünə razı qalma ki, özünü aldatma ki, insan çox vaxt özünü aldadır ki, mən yaxşı insanam, yəni mənim nəfsim yaxşıdır və həmçinin insan özü bilməlidir ki, yaxşı əməllərlə bilməlidir ki, hansı nəfsdə aiddir. Birincisi odur ki, ya əyyətən nəfsun mutmainnə. Deməli, ölüm anında mələk gəlib deyir ki, ey rahat olan nəfs. Yəni, o düzgün yolda olan nəfs. Yəni, sən bax ki, sən haram işlər görürsən. Mələk gəlib sənə ölüm ayağında nə deyəcək? Sənin nəfsin hansındandır? Deməli, rahat olan nəfs, mutmainnə olan nəfs. Və hansılardır? Əl-ləzīnə əmənu və tatmainnu qulubuhum bi-zikrillahi, ələ bi-zikrillah tatmainnul qulub. Deməli, o kəslər ki, iman gətirib, Allah-u Teala'nın zikrinlə qəlbləri rahatlanır və Allahın zikrindən başqa nə var ki, zikirləri Allah-u Teala'nın qəlbləri nəyləsin, rahat etsin. Əlbəttə ki, rahat qəlb budur. Rahatdır, bilir ki, xeyr işlər görür və sonda da onun nəticəsini görəcək. Və ikinci nəfs, bu yaxşı nəfsdir. Özün qınayan nəfs, həmişə qınayır ki, mən az elədim yaxşı əməl, mən düz eləmədim, səhv elədim və çalışır ki, onlar buraxmasın həmin səhvləri və s. Və üçüncü nəfs odur ki, pis şeylərə əmr edən nəfs. Yəni, həmişə insana pis şeylərə əmr edir. Görürsən ki, ondan xeyir gəlmir. Ancaq yəni, şər fikirləşir, şər işlər görür və o, Resulullah s.ə.v hədis şərifində də buyurdu ki, sizin xeyrinizi və şərrinizi deyinmi kimdir? 3 dəfə dedi, heç kəsdən səs çıxmadı və biri sonra dedi ki, ya Resulullah, 3-cü dəfə deyəndən sonra bizim şərrimiz və xeyrimiz hansımız o? Və Resulullah s.ə.v dedi ki, xeyriniz odur ki, insanlar ondan xeyr görür həmişə və umulur ki, ondan həmişə xeyr olsun. Yəni, ondan zərər gəlməz o insanlara. Şərriniz odur ki, ondan həmişə şər işlər görülür və umulur ki, ondan həmişə də şər olar. Yəni, onun xeyri yoxdur heç vaxt. Və ona görə də sən də baxmalısan ki, sənin nəfsin pis şeylərə əmr eləyir, yoxsa yaxşı şeyləri. Deməli, sən özün insana əməllərinlə görürsən ki, artıq bunu içində olan nədir, təsir edir ona və ona pis şeylər əmr eləyir. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizim qəlblərimizi açsın, Allah Teala bizə xeyir qapıları açsın, Allah Teala bizim nəfsimizi xeyirli nəfslərdən, yəni özümüzü təmizə çıxanlardan etsin, pək olanlardan olar. Və Allah Teala ölkəmizi əmin-aman içərisində etsin. Allah Teala bizi bəlalardan qorusun, xəstəliklərdən qorusun, viruslardan qorusun, cüzamdan qorusun, dəllikdən qorusun, vəbadan qorusun, taundan qorusun və s. Çıxan çıxmayan xəstəliklərdən, bəlalardan bizi qorusun. Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah Teala əskərlərimizi, hərbiçilərimizi qorusun. Allah Teala bütün müsəlmanlara kömək olsun. Allah Teala ölkə başçımızı qorusun. Onun bütün səfərlərini xeyirli etsin, uğurlu etsin. Ona güc-qüvvət versin və onu bütün şərdən qorusun, sağlamlıq versin və bizim üçün xeyirli etsin, haqq üzərində sabit etsin, haqqın cəhətçi etsin. Və Allah Subhanahu Teala bütün müsəlmanları xeyir içərisində etsin. Allah razı olsun bu qədər. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə entə, nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun.